Bugünkü oyunla həqiqətən də çox maraqlı oldu. Bu turniri keçən təşkilatçılara hamısı təşəkkürümü bildirirəm. Belə oyunlar həqiqətən tez-tez olsa, həm veteranlar üçün, həm futbol ictimaiyyəti üçün, həm gələcək nəsil üçün yaxşı olar. Ona görə də darıxmışdıq belə azarkeşlərin içində oynamaq üçün. Bir nə həm azarkeşlərə, həm də Forza Neftçiyə təşəkkürümü bildirirəm ki, gəldilər, bizi dəstəklədilər. Mənə elə gəlir ki, maraqlı oyun oldu. Sözün açığı düşünmürdük penallaşmaya gedər oyunlar. Ona görə də penallaşmada biraz istəsəməz bir məsuliyyətsizlik elədik. Ona görə məğlub olduq. Məsələ odur ki, o əsas oyunda 1-1 bitdi. Mənə gəlir ki, hər iki komanda üçün maraqlı oldu. Premyer Liqadakı Neftçi, bu dəfəki Neftçi, belə deyək də, ikisi də məğlub komandalardır. Ya, indi bu dostluq görüşüdür. Mən istədim ki, bəlkə də buradakı veteran Neftçi, əsas Neftçiyə qarşı oynasa, bəlkə də elə udar. İndiki Neftçini necə dəyərləndirirsən? İndiki Neftçi, buradakı Neftçi, veteran Neftçilər əsas Neftçiyə qarşı oynasa, mənə elə gəlir ki, başa-baş oynayıb udarıq. Demirəm indi fiziki cəhətdən, amma texnika cəhətindən, ağıl cəhətdən bəlkə də biz udarıq olar.